Bu pauza hansı pauzadır? Bütöv notun pauzasıdır. Bütöv notun pauzası necə sayılır? 4 və ya. Qardaş, bir xanə burada 2 və ya sayılır. Mən 4 və necə gözləyərəm? Düz gəlmir axı məntiqlə. Bura deyərsən ki, yarım notun pauzasını qoy, ya başqa ölçüsə başqa ölçünü. Elə deyil. Əgər bütöv bir xanənin susması gərəkərsə, ölçüdən asılı olmayaraq, nə olur olsun, 8, 9, 4-də 2, 4-də 4, nə istəyirsən denən ölçü. Ölçüdən asılı olmayaraq, xanə daxilində bir dənə bütöv notun pauzası varsa, həmin xanə ölçü qədər sayılır, qutardı getdi. Ölçü nə idi? 4-də 2 idi. Bu xanə sayılacaq 1 və 2 və. Yəni bütöv pauza orada, bütöv notun pauzasını göstərmir. Bütöv xanəni sustur deyir. Xanə də necə sayılır? Elə də sayacaqsan. Bir 4-də 2 deyildi. Məsələn, burada 4-də 2 idi də çalacaq birinci, məsələn, buradan başlayıq zərbədən. 1 və 2 və saydıq, qutardı. Misal üçün, növbətini də sayacaq 1 və 2 və 1 və 2 və qutaracaq gedəcək. Yəni, xanənin ölçüsünü 4 və gözləmirsən. Nə idisə o qədər gözləyirsən. Bu sadəcə bütöv xanəni sustur deyir. Hansı sayda susturum? 4 və qədər? Yox. Bu bütöv notun pauzası deyil burada. Bu burada göstərir ki, xanə bütövlüyü ilə susmalıdır. Xanə ölçüsü nədir? 1 və 2 və 1 və 2 və gözlə. 8-də 6-dır, 1, 2, 3, 1, 2, 3 gözlə. 8, 9-dur, 1, 2, 1, 2, 1, 2, 3 gözlə.